Esselamu Aleyküm. Bu günlərin mən sizlərə Allahın Əl-Quddus əsmasının mənasından, hədislərin keçdiyi yerlərdən və ən gözəli də bu adla zikr edərsək bizə nə faydalarla toxunacağından bəhs eləmək istəyirəm. Yəni bu zikrin fəzilətlərindən bəhs edəcəm sizlərə. Əl-Quddus xətadan, qüsurdan, əskiklikdən, acizlikdən uzaq, müqəddəs və hər cür nöqsandan münəzzəh olan deməkdir. Hər sifətdə mükəmməl olan, məhdudiyyətə, təsvirə sığmayan deməkdir Əl-Quddus. Əl-Quddus bütün kəmal sifətlərini daşıyan, bütün üstünlük və mükəmməllikləri ilə təriflərə layiq olandır. Əl-Quddus hər pislikdən, çirkinlikdən, nöqsandan uzaqdır. Yaradılmışların heç birinə bənzəməz, kəmalına zidd olan hər şeydən də uzaqdır. Və son olaraq da Əl-Quddus heç bir bənzəri, tayı, bərabəri, rəqibi olmayan bunlardan uca və böyük olandır. Yine ise sizlere hədislərdən bəhs edeyim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdu ki, Allahın bəzi vəzifəli mələkləri hər səhər belə dua ilə səslənirlər. Ey məxluqlar, məlik və quddus olan Allahı təsbih edin. Növbəti hədisimiz Həzrəti Ayşə radiyallahu anh Peyğəmbərin sallallahu aleyhi və səlləmin gecə namazına qalxdıqda oxuduğu dua və zikirləri belə rəvayət edir. Gecə qalxdıqda 10 dəfə Allahu Ekber, Elhamdülillah, Subhanallah və bihamdihi, Subhanallahil məlikil quddus, Estağfirullah və la ilahə illallah deyər, sonra isə 10 dəfə belə dua edərdi. Ey Allahım, dünyada və qiyamət günündəki sıxıntılardan sənə sığınıram. İndi isə mən sizlərə Əl-Quddus əsmasını zikr olaraq, yəni ya Quddus şəklində zikr edərsək bizə nə faydalarını toxunacaq bunlardan bəhs edəcəm. Bu Əl-Quddus ismini davamlı şəkildə zikr edən insanın pis xüsusiyyətləri təmizlənər və yox olar. O, gözəl əxlaqa sahib olar. Beləliklə qəlbimiz bu zaman təmizlənər və nurla donar. Və Əl-Quddus ismini zikr etmək insanı Allaha yaxınlaşdırır, onun himayəsinə daxil edər. Beləliklə də mənəvi bir dostluq yaranar. O insan gizli sirləri açığa çıxmaz və hər yerdə adı xeyirlə və təriflə adlar. Allah bu əsması hörmətinə bizləri hər cürə günahlardan, pis niyyətlərdən və çirkin əməllərdən təmizləsin. Amin.